Naxçıvanda ekoloqlar peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə keçirilən tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev muzeyini ziyarət ediblər. Nazirlikdə davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Ekologiya və Təbii Sərvətlər Naziri Xanlar Mustafayev Nazirlik əməkdaşlarının peşə bayramının Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edildiyini bildirib, kollektivi bu münasibətlə təbrik edib, rəhbərlik etdiyi qurumun uğurları və gələcək hədəfləri barədə danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, hidrometeorologiyanın inkişafına dair milli proqramlar uğurla yerinə getirilir. Muxtar Respublikada ətraf mühitin mühafizəsi, bu sahədəki problemlərin həlli, yaxşılaşdırma, yeni meşələrin salınması prioritet istiqamətlər sırasındadır və bu öhdəliklərin yerinə getirilməsi üçün bütün tədbirlər görülür. Daha sonra ətraf mühitin mühafizəsi sahəsində göstərdikləri nümunəvi fəaliyyətə görə 3 şəxs medalla təltif olunub, Nazirlikdə səmərəli əmək fəaliyyəti ilə fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim edilib. Sonda Nazirliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Bilik və təbiətə olan sevgi dayanır. Hər bir ekologiya işçisi ətraf mühitin... Oruç Mirzəyev, Təxminə Babayeva, Rafət Kərimov, NTV Xəbər. Təbiət öz gücünü